Dekabrın 4-də Neftçalada balıq festivalı keçirilir və ölkənin bir çox insanları həmən o balıq festivalında iştirak ediblər. Və bu Mir Həsən Seyidov gəlib həmən o 26 minlik paltosu ilə poz verib millətin qarşısında. Mənə maraqlıdır, Şəngülüm, həmən o pulları hardan yığmısan, o 26 min manata palto giyinirsən əynivə? Hə? Bu TTX-ara baxırsan, Əlin Ağayev. Bunu mən gərək göstərim, ictimailəşdirim. Sizin heç vecinizə də deyil. Çünki o Mir Həsən Seyidov pul verib vəzifəyə girib. 5 milyon. Salam aleyküm. Salam. Kimin uşağıydı onlar? Biri Bığ Kərimin oğludur. O biri də Zərgər Qafarın oğludur. Deyəsən Zərgər Qafar yaman piylənib. Bəli, naçalnik, o 3 ay ki tamamilə piylənib. Ona görə də oğlu qudurub. Səncə adam piylənəndə nə edirlər? Başa düşün, naçalnik, onun piyindən götürmək lazımdır. Ay sağ ol. Get işinlə məşğul ol. İlham Əliyev özü şəxsən bildirib ki, mən insanları vəzifəyə təyin eləyərkən onlara birinci tapşırığım odur ki, ölkə vətəndaşlarını incitməsinlər və təyin olduqları yerdə vicdanla işləsinlər, çalışsınlar, xalqa sayğı göstərsinlər. Amma belə çıxır ki, Mir Saleh Seyidov ölkə başçısına bir qoz qoymur. Çünki qoysaydı, oğurluq eləməzdi. İlk növbədə mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə, rəhbər vəzifələrinə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır. İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq, hər bir rəhbər vəzifədə çalışan şəxs, hər bir məmur təvəzzükar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. DTX rəisi Əlin Ağayev. Bax, bu videodan sonra sən Neftçalada güclü axtarış aparmalısan icra hakimiyyətində, həmən bu Mir Həsənlə bağlı. Belə çıxır ki, ölkə başçısına həqiqətən də sözlərinə diqqət eləyən yoxdur. Və özü də orada deyir ki, siz elə işləməlisiniz ki, bizə irad nöqsan tutulmasın. Ona görə də Əlin Ağayev, polnu irəli, baxacağam sənin fəaliyyətinə indi.